Peyğəmbər salavatullah buyurur ki, xanım Zəhra salamullah əleyhanın barəsində Biharul Ənvar 43-cü cild səhifə 54-də Əhli təşəyyü mənbəyində. Bəzən bu hədisləri deyəndə biz məzhəblər arası fərqi barəsində danışan təfəkkürdə deyilik. Amma bəzi hədislər var ki, heç bir məzhəb fərq qoymadan bu oxuyacağım hədis eyni zamanda da Səhih Buxari 5-ci cild 37-ci səhifədə də eyniliklə ilə Biharul Ənvarda qeyd olunduğu kimi qeyd olunub. Hədis-i şərif bu cürdür. Peyğəmbər salavatullah buyurur, Fatimətü bəzatun minni. Qızım Zəhra salamullah əleyha mənim canımın bir parçasıdır. Mən azaha fəqət azani. Hər kim onu incitsə, ona əziyyət eləsə, məni incidib, mənə əziyyət edib. Fəmən azani fəqət aza Allah. Məni də incidən, mənə də əziyyət eləyən, Allahı incidib, Allaha əziyyət eləyib.